Harda itə bilərsən, itərsən yəni neçənci sıraya gələr. Nəysə cümləni başa düşdünüzsə. Hovuzlu yer. Göşəndir. Yəni olsun, hovuzda da çimərik. Olsun. Ürəyimiz sıxılandı. Baxaq. Qəbristanlıq. Qəbristanlıq biraz qorxuludur, amma ən azından bilirsən ki, ora qorxulu olduğunu bilə-bilə gedirsən də, sənə orada zərər verməyəcəklər. Düşün, sevdiklərinlə ya da sevdiyin sandığın insanlarla güvənirsən, daha çox səni qorxudurlar, həyatını məhv edirlər. Yox, boş ver. Bu yaxşıdır. 3. Ən azından dua eləyərəm. Burası orman. Yaxşıdır, amma siçan-miçan olsa ürəyim şey olar, 8 atıram. Pəncərəsi olsaydı daha yaxşı olardı da, nəysə. Çünki mən çox qapalı yer, pəncərəsiz yerdə çox qala bilmirəm. Olar. Yaxşıdır, bir şey özüm üçün kravat saat da qoyarım, görsəm ki, tapa bilər mənə. Ola bilər 4. Dar yerlərdə bax, ürəyim partlayar. Dar yerləri düşününcə belə nəfəs darlığı yaşayıram. Heç orada mənə heç nə olmasa da belə ürəyim partlayar, stressdən ürəyim partlayar. Yo. Qorxulu, yox, sevmirəm. Yəni tək ev, uzaqlıqda tək ev sevmirəm. Yox, filmlərdəki kimi. Nə o cəmaatın nə başına gəlirsə tək evlərdə gəlir. Yox, istəmirəm, lazım deyil. Bu çox da qorxulu deyil, qaranlıqdır. Fənərlə zaddan gedərəm, olsun 2-dir. Bu nədir? Mağazadır, yox mağazadır. Nədir ki? Maşın yeri, nə? Nədir bu? Başa düşmədim. Olar. Buradan mən çıxaram. Dırmaşaram oradan. Əvvəl-axır taparam. Ən azından gökyüzü var, şeydir. Tamam. Olsun. Bina. Kimsə yaşayır, yəni qorxulu bina. Verib ucu 6-ya, mən də onu seçirəm. Nəysə.